...21 yanvar 2026-cı Levrek elektrik şəbəkəsi. 10 kV hava xəttində qəza vardı. Həmin qəzanın bərpa edilməsi üçün xətt boyu gəlmişik və yol olmadığına görə DT-75 texnikadan istifadə olunur. 2026-cı Levrek elektrik şəbəkəsi 35-10 kV yol yarım stansiyasına yol açırıq. yanvar 2026-cı il yardımlı elektrik şəbəkəsi Arus yarım stansiyasından çıxan 3 saylı hava xəttində yaranmış qəzanın aradan qaldırılması üçün işçilər iş yerinə gəlib və baxış keçirilir hal-hazırda. yanvar 2026-cı il Cəlilabad elektrik şəbəkəsinin ərazisi 110-35-10 kV Cəlilabad yarım stansiyasından qidalanan 35 kV Cəlahir hava xəttində qırılmış şilifin bərpası. Hal-hazırda işlərimiz davam etdirilir.